Əziz həmvətənlər, dəyərli ziyalılar, hörmətli bəylər və xanımlar, məni bu tədbirə dəvət edən Bəhman müəllim Qudsiyə xüsusi təşəkkür edirəm. Bugün elmlə məşğul olan insanların sayı çox azdır, çox təəssüf ki, bu sahə həm maraqlı, həm də olduqca ağır, kifayət qədər intellektual, əqli mülkiyyət tələb edən sahədir. İxtisasca hüquqşünas olmama baxmayaraq, orta məktəb illərindən mən dünən hörmətli Bəhman müəllimlə danışanda 4 dəfə mən beynəlxalq olimpiyadanın qalib olmuşam və orta məktəbdə qızıl medalını tutmuşam. Sonraki təhsil dövründə də mən ali məktəblərin hamısını, həm 2 ali məktəbi, iqtisadiyyatı, sonra isə Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 23 yaşında çox gənc yaşlarında namizədlik dissertasiyası müdafiə etmişəm və sonra isə 27 yaşında hüquq sahəsində beynəlxalq terrorizm, transmilli cinayətkarlıq sahəsində doktorluq dissertasiyası müdafiə etmişəm. Amma bugün hörmətli Bəhman müəllimin İshak Newtonla bağlı apardığı araşdırma, təhqiqat sözün böyük mənasında bir Azərbaycanlı kimi, bir Türk oğlu kimi məni çox qürurlandırır və mən dünən Bəhman müəllimin yaradıcılığını bir daha incələdim. İnsan kifayət qədər özlərində işləyən, dərin təhlilə və neopatizmlə, tribalizmlə uzaq, böyük bir masştabda olan, sözün böyük mənasında təhqiqatla məşğul olan bir ziyalıdır, alimdir. Bunu da protokol naminə, diplomatik etiket qaydalarına uyğun söyləmirəm, tam səmimiyyətimlə bildirirəm ki, Bəhman müəllimlə bizi şəxsə hər hansı bir dostluq, xüsusi dostluq bağlanır. Sırf bağlayan elmdir, mənəviyyatdır, irfandır və ziyalılıqdır. Bu ortaq həddimiz bir-birinin üzərinə düşür. Sözün böyük mənasında mən düşünürəm ki, hər biri Azərbaycanlı bugün Azərbaycanı nə ilə təmsil edə bilər? Bu sual ilk növbədə hər bir insanı düşündürür. Bizim bugün mağazalarımızda, şirkətlərimizdə, holdinglərimizdə hər şey satılır. Arabadan tutmuş, hər şey qədər. Yəni, malikanalar, daşınan, daşınmaz, bircalar və s. Amma nə tapılmır bugün bu mağazalarımızda, şirkətlərimizdə? İnsan faktoru, yəni şəxsiyyətin formalaşması. Məhz bugün Bəhman müəllimin də yaradıcılığı, İshak Newtona müraciət etməsi, siz baxın, İshak Newton çox qısa bir ömür yaşayıb, 48 il ömür yaşayıb, amma 48 il ömründə çox böyük bir tarixi şəxsiyyətə çevrilib. Mən dünən Bəhman müəllimlə danışında dedim ki, əgər o fəlsəfə ilə məşğul olurdusa və tək Allahlığı qəbul edirdisə, sizin söylədiyiniz kimi, nə üçün onu Nikolay Kopernik, Giordano Bruno kimi yandırmayıblar? Dedi ki, çoxsunu gizli saxlayıb, uzun müddət sır olaraq qalıb. Yəni, belə biraz da sadə rəiyyət dilində desək, sandıq ədəbiyyatı kimi qalıb, amma sonradan böyük alimlər, o cümlədən Bəhman müəllim kimi xüsusi elmi təhqiqatla məşğul olan bir riyaziyyatçı bu sahəni çox maraqlı tədqiq etməyə başlayıb və soyadındakı Qüdsü sözünü də soruşanda Bəhman müəllim dedi ki, mən Qüdsü ziyarət elədim və bizim elmi polemikamızda biz ortaq, mən o fikri söylədim ki, bütün peyğəmbərlərimizin hamısı məhz müqəddəs Qüds şəhərində dünyaya gəlib, yeganə sonuncu peyğəmbərimiz Muhammed sallallahu aleyhi və sallam Məkkədə dünyaya gəlib və sevimli müqəddəs Quranımızda da 25 peyğəmbərin adı keçir, üçünə də işarə olunur, yəni nişanələr var və Bəhman müəllimin bu cür həm peyğəmbərlərin həyatına, həm elmi yaradıcılığında din faktoruna, həm İshak Newtondakı riyaziyyatla yanaşı, fiziki, riyazi, terminologiya ilə yanaşı fəlsəfənin geniş harmoniyası İshak Newtonun həyatını oxuyanda çox çətin həyat olub və yaşıdları arasında da çox böyük disbalans münasibət olduğuna bəzən öz sinif yoldaşları onu lağ edirdilər, irad tuturdular, amma İshak Newton artıq 3-4 yaşında öz yaşıdlarından fərqləndiyini, yəni onun tarixi mənbələrə istinad edəndə görür ki, yaşıdları arasında tamamilə bir fərqli bir uşaq olub. Sonra orta məktəb illərində həyata baxışı, yanaşması, ümumdünya cazibə qanununa qədər İshak Newtonun ümumiyyətlə yaradıcılığı, həyat fəlsəfəsi tamamilə fərqli olub. Yəni seçilmiş insanlardan olub və siz nəzərə alın ki, dəqiq elminə məşğul olan insan gətirib fəlsəfəni
və tək Allahlığı, Allaha ibadəti riyaziyyatda bitirib. Baxın, buna hər insan edə bilməz. Bu bir harmoniyadır və bu ahəng qanunu tapmaq hər bir riyaziyyatçıya məxsus deyil. Və İsaac Newton haqqında 48 illik ömründən nə qədər böyük işlər gördü, nə qədər dahi bir şəxsiyyət olduğunu təbii ki, İsaac Newton yaradıcılığı ilə məşğul olan insanlar, tədqiqatı ilə məşğul olan insanlar bunu bilir. İndi Bəhman müəllim özü danışacaq, yəqin ki, mənim də fikirlərimə münasibətini bildirsə daha çox rahat olaram və şad olaram. Mən düşünürəm ki, Bəhman müəllim, siz nəinki Azərbaycan elmi ictimaiyyətinə, bütün Türk dünyasına, İslam dünyasına lazımlı bir insansınız və mən pozitiv notlarla fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki, Allah Calla Calaluhu sizi özü yüksəlir və sizi də seçilmiş insan kimi mən şəxsən bir alim, bir ziya kimi qəbul edirəm. Çünki dediyim kimi fikrimin əvvəlində bir daha qeyd etdim ki, bugün elminlə, irfanla, mənəviyyatla məşğul olan insanların sayı çox azdır. İnsanlar daha çox maddiyyat maraqlandırır, şöhrət, karyera, pul qazanmaq sahələri, ən çox hüquq mühafizə orqanlarında çalışmaq və yaxud da administrativ orqanlarda çalışmaq bugün elmin dalınca düşüb, onun yəni həm pəhləsi olmaq, həm rəhbəri olmaq məsələsi insanlarda çox nadir hallarda rast gələn xüsusiyyətlərdən biridir. Çünki bizim elmi işlər üzrə prorektorumuz Elçin mənimlə danışdı, indi sırf həyatını elmə bağlamış insandır. Həqiqətən bugün çox təəssüf ki, bizim yəni intellektual gəncliyimiz, savadlı gəncliyimizin sayı çox aşağıdır. Və mən bunu bugünkü təhsillə də bağlaya bilərəm. Bu başqa bir mövzudur. Təhsildə çoxlu qüsurlarımız, problemlərimiz var. Mən növbəti tədbirlərdə Şuşada və təhsil forumlarında bu barədə bir neçə nazirin ünvanına elmi akademik səviyyədə öz tənqidi mövqeyimi çatdırmışam. Amma yumuşaq formada, radikal formada deyil. Mən bu gün də düşünürəm ki, bizim təhsildə böyük islahatlara ehtiyac var və gəncləri elmə gətirmək üçün elm sahəsinə kifayət qədər maliyyə vəsaiti ayrılmalıdır, alimlərə kifayət qədər münbit şərait yaradılmalıdır. Mənə görə bugün elmlər namizədinin ən minimal maaşı 5.000 manat, elmlər doktorunun maaşı 7.000-7.500 manat civarında olmalıdır ki, alimə ən azı 2 otaq, 3 otaq, yəni biz bilirsiniz ki, Bakı şəhərində tikilən evlərin hamısında Bakı şəhər icra hakimiyyətində həm cənab prezidentin özünün fondu var, həm Bakı şəhər icra hakimiyyətinin fondu var. O fonddan alimlər üçün kifayət qədər ev ayırmaq olar, böyük, necə deyirlər, motivasiya vermək olar gənclərə ki, bax, oxuyanda insana evdə təminatı verilir, avtomobil təminatı verilir, irəli çəkilir. Yəni burada yerliçilik, qohumbazlıq, tayfabazlıq prinsipləri uzatdırmalıdır. Hər kəs öz elmi, intellektual, əqli mülkiyyətinə görə qiymətləndirilməlidir. Bir daha mənə yaratdığınız münbit şəraitə görə təşəkkür edirəm. Çox dəyərli Bəhman müəllim, mən düşünürəm ki, sizdə durmaq yox, yürümək var və inşallah ki, sizin növbəti toplantılarınızın daha böyük tribunalardan, Azərbaycan hüdudlarına aşan, Türk dünyasından, Turan dövlətindən və beynəlxalq səviyyədəki tədbirlərdən eşidəcəyik və mən də düşünürəm ki, o tədbirlərdə sizinlə çiyin-çiyinə yanaşı yürüyə biləcəm. Təşəkkür edirəm diqqətinizə görə.